YouTube ata bilir. Hə. Deməli, biraz münasibətlərdən danışmaq istəyirəm. Ümumiyyətlə, ailə içi münasibətlər və onların uşaqlıqdan gələn təsirlər. Hətta mən səhv eləmirəmsə, bir-iki dəfə belə tapşırıq da vermişdim. O tapşırığa əsasən demişdim ki, evdə evlatlarımız varsa onların dostlarına sual verin. Niyə? İndi o keçən dəfə verdiyim tapşırığı bu dərsdə sizə izah eləmək istəyirəm. Niyə görə vermişəm bu tapşırığı? Çünki baxın, ana-atanın münasibətin, deyir bir uşağın 3 dənə valideyni var. Ana, ata, ana ilə atanın olan münasibəti və ana-atanın olan münasibəti uşağın gələcəkdəki münasibətlərinə, gələcəkdəki həyatdakı dostlara və sair seçimlərinə daim təsir edir. Baxın, belə bir şey danışım sizə. Keçən seansda xeyli bir yetişkin bir insandı və çox qəribə bir şəkildə bunun həyat yoldaşına qarşı dəhşət aqressiv olur. Amma e, dost, tanış, bilişdə çox səbirli olur. Və həyat yoldaşı da təbii can bezara gəlib bundan. Axır ki, güclə bala ilə seansa qatıldı və seansda belə bir şey aşkar elədi. Yəni, baxın, mən sizə bunu həmişə deyirəm, zehnin bir xüsusiyyəti var. Zehin naməlum, qeyri-müəyyəndən qorxur. Yəni, qeyri-müəyyəndə zehin çaşır və bilmir neynəsin. Bunu, misal üçün, deyəm ki, çox əsəbiyik, çox qəzəbliyik və bunun altında yatan ümumi bilirik ki, okey da, mama ilə papa belə rəftar edib, amma beyin üçün bu kifayət deyil. Yəni, niyə seanslar çox önəmlidir? Bunu da qeyd edeyim. Seansda uşaqlıqdan tutmuş bütün hadisələri bir o açırıq zehində. O açılmalar bizə nəyə gətirib çıxardır? O açılmalar gətirib zehinə aydınlıq gətirir. Yəni zehin aydınlığa çıxır ki, hə, bax burada mən birinci dəfədir bunu təcrübə etmişəm və orada da qərar vermişəm ki, bəs mən bu cür rəftar eləyəcəm. Yəni məsələ əslində insanın nə zaman, nəyi və haçan qərar verməsi. Çox üzr istəyirəm, bir dəqiqə. Və ona görə zehin qeyri-müəyyənlikdən qorxur. Deməli, burada nə baş verir? Zehin deyir ki, mənə aç tük. Haçan birinci dəfədir qərar vermişsən ki, ailədə əsəbi olmaq lazımdır. Deməli, biz bu qardaşla şey eləyirik, vəziyyəti təhlil eləyirik uşaqlığı və belə bir şey yadına düşür. Yadına düşür ki, sən gəl bunu da götür də. Yadına düşür ki, uşaqlıq dövründə olmaz Məhəmməd, olmaz. Olmaz. Yaxşı. Məhəmməd, qurban olum, sabah gedir balamsan. Belə bir qərar verir ki, atasının başqa bir xanımla olan münasibətinə şahid olur uşaq və bunu bir problem olaraq algılayır. Bunu bir problem olaraq algılayır. Allah. Və indidən üzr istəyirəm, əzizlər. Biraz narahatçılıq var deyə Məhəmməddə dərsi də şey eləmək istəmədim, heç bilmirəm. Deməli, bir daha təkrarlayım. Başqa bir qadınla olan münasibətinə uşaq şahid olur və gəlir bunu problem olaraq görür. Düzdür? Bu uşaq üçün çox böyük bir problemdir, çox ciddi bir problemdir. Gəlir anasına bunu danışır. Bir növ problemin həllini umur anasından. Amma problem necə həll olunur? Baxın, problem həll olunur ki, ana çox böyük bir qırğın qiyamət qopardır və o xanım atasının həyatından sanki çıxır gedir. Dolayısıyla uşaq nəyi görür? Bir problem yaranır ailə içində və mən bu problemi necə çözə bilərəm?
Deməli, mama bunu necə çözür? Mama bunu qırğınla, qiyamətlə, qəzəblə, qəzəb patlaması ilə çözür və mən də bütün problemlərimi ancaq və ancaq belə çözə bilərəm. Yəni burada məsələ nədir? Burada məsələ odur ki, uşaq 6-5-6 yaşında problemin çözümünü qəzəbin patlaması ilə başa düşür. Və bundan sonra daim onu verdim mənə. Və bundan sonra hər daim bütün problemin həllini, hətta onun dili ilə deyirik, bir xəbər olaraq deyir ki, mən ya gərək sifət edeyim, ya gərək partlayım, ya gərək bir qəzəblənim ki, problemim həll olunsun. Baxın əzizlər, münasibətlərin insan zehninə olan təsiri. Yəni uşaq nə zaman qərar verdi? Sən demə, bu da qərar verib ki, ancaq belə həll eləmək lazımdır. Və bu bütün hadisələrə şamildir. Yəni bütün vəziyyətlərdə, bütün başımıza gələnlərdə biz məhz belə şeylərə qərar veririk. İndi baxın, bir misal da gətirəcəm. Misal üçün uşaq daim atası ilə maşında gedir və ata maşında daim söyür, əsəbləşir, ora küfr eləyir, bura küfr eləyir. Və uşaq maşında gedərkən belə bir şeyə qərar verir ki, deməli əsəbləşdiyin zaman söyüş söymək olar. Və bu insanlar böyüdükləri zaman söyüşü tərk etmək çox çətin olur onlar üçün də. Yəni əzab əziyyət olur da söyüşü tərk eləmək. Yəni bu harda qərar verir? Bu uşaqlıq yaşında qərar verir ki, mən söyüş söyməliyəm. Mən narahat olanda, əsəbləşəndə söyüş söyə bilərəm. Və yaxud valideyn daim uşağa söz verir və sözündə durmur. Misal üçün, mən sənə söz verirəm, qurban olum, gəl baxın, bu işi tərk elə. Misal üçün, dərsimi yaxşı oxu, söz verirəm, həftə sonu, bu həftə 5 al, həftə sonu səni gəzməyə aparacam. Uşaq gedir 5 alır, 2 həftə sonu gəzməyə gedəcək. Atanın işi çıxır, təbii ki, bilərək eləmir, amma işi çıxır və aparmır uşağı gəzməyə. Deməli, burada nə baş verir? Uşaq bir dəfə səbir edir. İndi uşaq beynidir də. Uşaq beyni hələ natamam olmamış, inkişaf olmamış bir beyindir. Hamımıza şamildir bu. Biz hamımız beləyik. Yəni, uşaq beyni burada nə qərar verir? Uşaq beyni oturur gözləyir, papa mənə söz vermişdi, sözündə durmadı. Bəs dalı nə gələcək? İndi baxın, dinləyin əzizlər. Deməli, burada uşaq gözləyir. Axı bu bir problemdir, düzdür? Papa söz verdi, sözündə durmadı. Amma mən durdum. Mən burada problemlə qarşılaşdım. Papa bu problemi necə həll eləyəcək? Və papa gəlir heç nə olmuşmuş kimi, gələn həftələrdə həyatına davam edir. Uşağa heç nə açıqlama vermir. Uşaq ağlayır, qışqır, papa deyir, neyniyim, işim çıxdı. Və uşaq orada qərar verir. Deməli, sözümdə durmaya bilərəm. Deməli, mən mənfəətim üçün yalan danışa bilərəm. 2 dənə xüsusiyyət oldu mu bu uşaqda və uşaq daha sonra böyüdükcə daim yalan danışmağı və söz verib sözündə durmamağı özünə bir vacibat bilir. Yəni, bəzi məsələləri uşaqlar biz, bəzi hətta nəfsi rəzalətlərimiz belə, hətta bizim bütün belə deyim, psixoloji problemlərimiz belə, səhv hərəkətlərimizin hamısına biz uşaqlıqda qərar verdik. Sevda Həkim, üzr Buyurun. istəyirəm. Bəli, buyurun, buyurun. Bir növ elə bir gör-götür məsələsinə biraz bənzəyir, eləmir. Belədir, belədir. Bir də prosta sadəcə burada məsələ bilirsiniz necədir? Fikir verin, uşaq bizim sözlərimizə fikir verin. Uşaq bizim məhz elədiklərimizə fikir verir ki, mən burada necə valideyn mənə burada necə təsir bağışladı, necə hərəkət elədi, mən də böyüyəndə bu cür hərəkət eləyəcəm. Misal üçün, baxın ətrafınızda artıq yavaş-yavaş analiz eləməyə bacaracaqsınız ki, misal üçün də görürsünüz ki, bir insan qeybətdən həzz alır. Bu qadın hara gedirsən, başı onun dalıyca danışır, bunun dalıyca danışır və biz deyirik ki, bunun xəssiyyəti nasazdır da, bu xəssiyyəti belədir. Yox, əzizlər, xəssiyyəti belə deyil. Baxın, deməli bu buna hardasa öyrəşib axı. Ya bu biz uşaqlıqdan həzz aldığımız, eynilə yemək də belədir. Məsəl üçün əgər ailədə
Görürsünüz ki, bəzi insanlar acını çox sevir, bəzi insanlar acını qətiyyən sevmir. O hardan gəlir? Acıya olan münasibətimiz və bəzi insanlar sarımsağı çox sevir, bəzi insanlar sarımsağı sevmir. Sadəcə belə izah edeyim. Mənlə qardaşım eyni ailədə böyümüşük də. Mamanın ki, uşaqlıqdan sarımsağa qarşı nifrəti oldu. O yeməyə də çox az qatardı ki, indi də bu iyi bir şey oldu. Ürəyi bulanırdı da, götürmürdü. Mənim qardaşım daim mama ilə daha çox vaxt keçirir deyə sarımsağa qarşı çox şey yaranır. Deyir, mənim ürəyim bulanır. Amma mən ata tərəfindən böyümüşəm deyə mənə atamın xalası, rəhmətli, Allah ölənlər özü rəhmət eləsin, sarımsağı çörəyə belə sürtərdi, deyirdi, şey, çox dadlıdır, gəl yeyə. Və bunu mən onu o qədər çox istəyirdim ki, o xanımı. Yəni o qədər çox istəyirdim. Onun mənə verdiyi hər şeyi ləzzətlə qəbul edirdim. Yəni burada məsələ əslində sarımsaq insanın mədəsinə o qədər iyi, insanın ürəyini bulandırmasa, sən orada qərar verirsən ki, bu mənim ürəyimi bulandırır. Məsəl üçün, eyni ilə bizdə ailədə bir çox xanımlar duxunun ətdən artıq çox iyindən ürəyi bulanardı. Amma məsəl üçün, mənə o qədər təsir eləmir, amma qızımda görürəm ki, qızım anamla çox vaxt keçirdib. Qızım indidən deyir ki, böyük qızım şey eləyir, ürəyi bulanır duxun. Halbuki ətirdir də, ətirdən adamın ürəyi bulanmaz ki. Yəni, çox sevdiyimiz insanlarla biz bağ qururuq deyə, onlar o hərəkəti elədilər deyə, biz də o hərəkətləri normal qəbul edirik. Yəni, əzizlər, əslində zehin, bəli, gör-götür məsələsidir. Gördüyünü götürür və sonra həyatın hər yerinə tətbiq edir. Misal üçün, adi bu duxu məsələsi ya da adi acı yemək məsələsi. Bugün acını sevən uşaq öz valideyninə, o ki, hansı ki sevdiyi qohumdan, əqrəbə ilə o bağı qurubsa və o ilə orada onu sevərək eləyirsə, burada, əzizlər, deməli, o uşaq o valideynin ya da sevdiyi qohumunun hər hərəkətini doğru qəbul eləyir və həyatda onların baş verdiyi bütün hadisələrdə onu bu cür tətbiq eləyir. Yəni, məsələ burada nədir? Məsələ odur ki, insan boşu-boşuna qərar vermir. Baxın, bütün elədiyimiz hərəkətlərin altyapısı var. Bütün elədiyimiz, danışdığımız sözlərin, sevdiyimiz şeylərin altyapısında uşaqlıqdan gələn köklər var. Hətta bugün sizə bir şey öyrədəcəm. Misal üçün, qəzəblə bağlı bir probleminiz var və yaxud hansısa pis vərdişlə bağlı bir probleminiz var. Nə edirsiniz? Bir dənə nəzərinizə gəlin belə bir şey eləyək. Nəzərinizə öz daxilinizdə çətinlik çəkdiyiniz, problem yaşadığınız bir xüsusiyyətinizi, xəssiyyətinizi ya da elədiyiniz vərdişi gözünüzün qabağına gətirib və beyninizə sual verin. Mən bu hərəkəti hansı yaşda eləməyə başladım, öyrəşdim. Mən neçə yaşım var idi uşaqlıqda, mən qərar verdim ki, bunu eləyim. Və gözünüzü bağlayın və sadəcə uşaq özünüzü gözünüzün qabağına gətirin. Görün, neçə yaşdakı uşaq gəlir gözünüzün qabağınıza. Bax, neçə yaşında uşaq gəlirsə o gözünüzün qabağında, sonra bir dənə indi bunu eləyək. Misal üçün, hər hansı bir problemli xəssiyyətiniz ola bilər, çətinlik, qurtula bilmədiyiniz şey ola bilər və s. İndi mənə deyin görək, yaza bilərsiniz ki, istəyən yaza da bilər, istəyən yazmır. Neçə yaşındakı uşaq gözünüzün qabağına gəldi? Və o yaşı biraz fikirləşin, yadınıza salın. Ki, siz o yaşda nə? Çox şükür Gülnar xanım, siz necəsiz? Siz o yaşda nə yaşamısınız? Necə olub ki, siz qərar vermişsiniz ki, əsəbləşmək lazımdır və yaxud necə olub qərar vermişsiniz ki, insan gərək daim hüzünlənsin və yaxud necə olub ki, siz qərar vermişsiniz ki, həyat yaxşı deyil, həyat məni incidir və yaxud mən daim ağlamağı seçirəm, mən daim küsməyi seçirəm, mən daim qurban
olmalı. Kiməsə hər şeyi fəda eləyim, hər şeyi eləyim, amma axırda özüm xoşbəxt hiss eləmirəm. Necə olub mən o yaşda nə yaşamışam ki, mən buna qərar vermişəm? Baxın əzizlər, bu metodla siz beyninizi başlayacaqsınız analiz eləməyə. Amin, amin Gülər xanım, amin. Allah cəm balalarımızı qorusun. Baxın, bu metodla indi Nasbərin daxil oldu, onun üçün də təkrarlayıram. Hər hansı bir xüsusiyyət, misal üçün siz qurban rolundasınız, daim hamıya fədakarlıq edirsiniz, amma sizə heç kəs o fədakarlığın cavabını vermir. Ya da çox tez əsəbləşirsiniz, xüsusən uşaqlara ya da ailə fərdlərə. Ya da müəyyən yaşda söz verirsiniz, amma heç vaxt sözündə dura bilmirsiniz. Ya da və bir sıra belə sizi narahat edən hansısa bir xüsusiyyəti zehnimizə belə bir sual verin ki, mən hansı yaşda buna öyrəşmişəm? Bu belə bir qərar vermişəm. O yaşı gözünüzü bağlayıb balaca uşağı gözünüzün qabağına gətirirsiniz və baxırsınız ki, o yaşda siz nə yaşamısınız? Yəni bu cür baxın, zehni bu cür analiz eləmək lazımdır ki, siz bir başa düşəsiniz ki, bunu başa düşəndən sonra bir sözlə baş verir. O ki başa düşdün ki, ayda mən falan yaşda falan şey yaşamışam. Bu da mənim ömür həyatıma təsir edir. Bütün ömrümü mən belə keçirmişəm. Və burada zehin aydınlanmağa başlayır. Zehin başa düşür ki, bir dəqiqəyə bu mənim deyilmiş. Mən bunu hansısa hadisədə sadəcə qərar vermişəm ki, belə eləmək lazımdır. Amma bu səhv qərardır. Bu mənim uşaqlıq qərarımdır. Yetişkin mən bunu eləməsə də olar. Bu mənim xasiyyətim deyil. Bu mənim sadəcə öyrəşmişlik var. Yəni o öyrəşmiş bir çarəsizlik var ki, mən onun içində batıram. Halbuki mən istəsəm oradan qurtula da bilərəm. Ya bu mənə aid deyil. Əzizlər, bax psixoterapiyada tam olaraq biz bunu yaşayırıq. Hər şeyi bir-bir analiz edirik. Hər şeyi bir-bir açırıq, tökürük ki, görək burada nə məsələdir. Və misal üçün bəzi insanlar da baxın, yaşlaşdıqca şikayət etməyi seçir. Niyə? Siz niyə? Çünki cavan vaxtında yaşamaq istəyib də yaşaya bilmədiyi şeylər o qədər çoxalır, birikir. Gəlir çıxır 50 yaşında bir də oyanır ki, ya ömür gedib, həyat gedib və mən heç nə yaşamamışam. Ona görə də baxın, yaşayanlara qarşı qıcıqlanma baş verir. Niyə? Çünki sən yaşadın, mən yaşaya bilmədim. Və şuuraltı bilir ki, bu seçimdir əslində. Sən başqa cür seçə bilərdin, sən yaşaya bilərdin. Çətin də olsa nələrisə yaşamağı seçə bilərdin. Amma nə baş verir? İnsan onu yaşamır və ömür keçir. Və daha sonra nə olur? Qəzəbli olursan, ya da ağlayan olursan, artıq sən ailəndə nə formada öz duyğularını biruzə vermisənsə, o formada da biruzə vermirsən. İndi adam var ki, əsəbləşir. Adam var cəmaatın qanını, ailəsinin, ailə fərdlərinin qanını içir, həyatını zindan eləyir. Adam var ki, bütün günü ağlayır, şikayət eləyir. O insandan insana dəyişir. Və adətən qadınlar anasından gördüyünü tətbiq edir. Oğlanlar da atadan gördüyü tətbiq edir. Bir də çox qəribə bir nüans var. Baxın əzizlər, bunu da qeyd eləyəcəm. Çox qəribə bir şəkildə çox adam deyir ki, yaxşı, tapışsın deyəm ki, mən qəzəbimi idarə edə bilmirəm də. Amma niyə mən qəzəbimi daha çox ailəmdə biruzə verirəm? Amma bayıra çıxanda pambıq kimi adama dönüşürəm. Da nə oldu? Bunu idarə, deməli, baxın, burada da sırazu insan özünü, necə deyim, qorumağa alır ki, madəm mən qəzəbliyəmsə, madəm mən bunu uşaqlıqda qərar vermişəm, mən bunu bayıra qarşı da qərar verərdim də. Nə oldu elə ancaq çatanda, deməli, məni ailəmdəkilər bu vəziyyətə salır. Baxın, bunu sırası bir insan özünü müdafiə edir də, müdafiə xarakter, nəfsimiz başlayır bizi müdafiə eləmək. Amma burada məsələ bilirsiniz nədir? Axı biz nə dedik? Biz hərəkətləri götür-qoy eləyirik. Yəni, hərəkətlər bizi idarə edir, düzdür? Və burada nə baş verir, əzizlər? Burada o baş verir ki,
Axı bizim valideynlərimiz evə çatanda özünü, qəzəbini göstərir, amma bayırda o qəzəbini boğmağı öyrənib. Bax, qəzəbini boğub və biz bunu görərək böyümüşük deyə. Nəticədə nə olub? Biz də, əzizlər, eyni şəkildə evdə qəzəbimizi boğa bilmirik. Yəni evdəkilərin günahı yoxdur ki, sən evində nə oldu? Sən bayıra çıxanda bu qəzəbini boğa bildin, evdəkilərə qarşı qəzəbin partladı. Deməli, problem evdəkilərdə deyil də, qurban sənə. Bayırdakılar bəzən bizim cızdahımızı çıxardır. Bizə ot qoyur. Niyə onu səbr eləyirik? Çünki biz belə görmüşük. Çünki biz görmüşük ki, insan evdə partlayar, bayırda ayıbdır. Bayırdakı insan da evdəki yox. Dolayısıyla yani sosyal faktor. İnsan uşağa iki cür şeye baxır. Bayırda necə rəftar edir valideyn, evdə necə? Yəni uşaq hər şeyini analiz edir. Hətta inandırım sizi ki, bəzi insanlar sevgililik vaxtında ona görə çox qadın bundan şikayət edir ki, əş yoldaşım sevgili idi, nişanlı idi, pambıq kimi adam idi, gül kimi adam idi. Bu niyə belə çöndü? Nə oldu elə nişanlı şeyə qalmışdı, evliliyə qalmışdı bunun bütün. Xeyr, əzizim, elə deyil. Çünki o atasından elə görüb. Bayırdakı kişi atası ilə evdəki atası eyni deyil. Eyni ilə qadın da elədir. Nişanlı vaxtı qadın bambaşqa yanaşır. Məsəl üçün mənim belə bir danışanım var idi. Nişanlı vaxtı çox şey yox dedi. Ev yoxdur, onu istəmirəm. O olmasa da olar, bu olmasa da olar, o olmasa da olar. Evlənəndən sonra birinci davası oldu ki, niyə mənə falan şey eləməmişsiniz? Kişi beyni elə işləmir. Axı kişi beyində baxıb deyir, başa düşmədim. Nişanlı vaxtı sən problemin yox idi. İndi birdən-birə başladı. Niyə indi deyirsən bəs? Nişanlı vaxtda etiraz eləyəydin. O da bir seçimdir. Çünki sosial faktorumuz, xüsusən bizdə Azərbaycanlılarda bizi uşaqlıqdan bunu öyrəşdirirlər ki, başqa insanların yanında biz oluruq mələk, evdə içimizdəki bütün şeytanlar ortaya çıxır. Yəni uşaq götür qoy eləyir. Ona görə də bayırda bir çox insanın evladı çox sakitdir. Amma evdə elə deyil. Yəni bir çox xüsusiyyətimiz əzizlər, məhz buradan qaynaqlanır. Elə bilirsiniz, bir çox xüsusiyyətimiz biz uşaqlıqda qərar veririk nəyi necə edirik. Biz uşaqlıqda qərar veririk ki, özümüzü necə aparaq. Ona görə də biraz bəzən buna lağa qoyurlar ki, bəs uşaqlıq belə, uşaqlıq elə. Elə deyil. Həqiqətən insan uşaqlıqda qərar verir. Ona görə uşağın qabağında danışılan sözlər, misal üçün, hər qonağa gedəndə bayaq bir dənə xanım demişdim, misal üçün, hər yerdə gedir qeybət eləyir. Deyir ki, bunun rəzaləti budur. Xeyr, rəzalət deyil. Bunun anası, nənəsi, bibisi, xalası bir araya gəldiyi zaman ləzzətlə, gülə-gülə, danışa-danışa cəmaatın dalıyca danışırdı. Və bu artıq elə öyrəşib. Və yaxud bir uşağın gözünün qabağında ana daim özünə deyir ki, mən çirkinəm, məndən adam olmaz, mənim bədənim belədir, yox, mən arıqlaya bilmirəm, ya da nə bilim, sifətim nə günə qalıb, saçım nə günə qalıb. Qız bir nə qərar verir? Qız qərar verir ki, deməli, öz bədənimi bəyənməmək olar. Deməli, mən öz bədənimi bəyənməməliyəm. Bədən onun üçün yaranıb ki, onu daim tənqid eləyəsən. Və öz bədənindən narazı bir şəkildə böyüyür. Yəni əzizlər, bizim ağzımızdan çıxan hər söz, sonra oturub bu uşaq niyə belə oldu? Uşaq elə belə olmayıb. Uşaq səndən götür belə ol. Uşaq bizə baxaraq belə ol. Ona görə də mən çox vaxtı deyirəm, bəli, dünən də bunu statusda yazmışdım. 1980-dən öncə dünyaya gələn insanları mən qətiyyən tənqid eləmirəm. Niyə? Çünki onlarda informasiya axını çox az olub. Yəni informasiya axını sadəcə bir yerdən gəlib. O da ailə, qohum, qonşu. Bir də məktəb. Onlar yəni doğru düzgün kitablar olmayıb ki, insan zehni öyrəsin. Heç zehin barəsində indi açıqlanan şeylərin əksəri açıqlanmayıb. Hətta həkimlər
uşaq dünyaya gətirdiyi zaman o qədər böyük səhvlər, Sovet vaxtında o qədər böyük səhvlər deyilib ki, anaya, ananın uşağı körpəni anaya verməyiblər. E, körpəni anaya verməyiblər. Ay, ha, mi? Ha, bu. Çok üzr istəyirəm mən. Telefonum konkret üzr işləmir. Allah axırım xeyir eləsin. Və hə, yəni məsələ bilirsiniz nədir? Bir dəqiqə. Yəni insan o vaxtda zehin barəsində məlumat yox. Heç nə yox. Bu cəmaət hardan məlumat alsın? Cəmaət hardan məlumat alsın? Cəmaət hardan o dövrün insanları özünü baxın, özü təsəvvür edin ki, bu insanların 40 yaşına qədər bunlar sıfır məlumatla yaşayıblar da. Bu qonum qonşu nə deyər məlumatı ilə və tam gəlib çatıblar 40-45 yaşına. Biraz elm başlayıb inkişaf eləməyə, indi ölkənin hüdudları açılıb, psixologiya elmi daha geniş artıq yayılıb və sair. Və biz bunları tənqid edirik ki, hə, sən başa düşmürsən. Necə başa düşsün? Ha, bunun zehni o şəraitdə. Başa düşürsünüz? Bu insanların zehni o şəraitdə inkişaf eləyib. Demirəm 40 yaşından sonra, 50 yaşından sonra inkişaf eləyər. Amma təsəvvür edin ki, bir cavanın sürəti ilə axı 40 yaşından sonraki insanın sürəti, həyat tərzi eyni deyil axı. Misal üçün, insan ana olmamışdan qabaqki resursları nə qədərdir, vaxtı çoxdur. Mən gənclərə ona görə deyirəm, kitabları çox, bacardığınız qədər kitab oxuyun, araşdırın, özünüzü təkmilləşdirməyə doğru bir şeylər eləyin. Çünki uşaq oldu, insan dayanır, həyat biraz yavaşlayır, istər-istəməz yavaşlayır və bu təbiətin qanunudur. Və burada əziz analar, özünüzü başınıza döyməyin ki, vay, yox, xeyr, elə deyil. Bir də uşaqlar böyüyəndən sonra rahatlaşacaqsınız. Bir müddət, bir yaş dövrü olur ki, orada insan biraz yavaşlayır, əgər evladı varsa. Amma nə qədər də yavaşlasa, təbii ki, evladın böyümə tərzi ilə və s. nəsə eləyə bilər. Şükür Allah, həyat daha asandır. Amma yenə də yavaşlayırsan. Yavaşlamağa məcbursan. Sənin bədənin də bəzən tələb edir ki, yavaşla. Burada dincəl. Çünki sən sadəcə özünlə deyilsən, sənin evladının da sənə ehtiyacı var. Velhasıl əzizlər, yəni məsələ burada belədir ki, insan özünü, badiri öz nəfsini tanımayan Rəbbini tanımaz. Bilirsiniz niyə? Çünki bizim zehnimizdəki elə ancaq zehnimizi araşdırmaq insanın çox qəribə bir şəkildə o qədər təsir eləyir insana, o qədər vaxt aparan bir şeydir ki. Yəni bunu nə harda öyrəşdim, bunu necə elədim, burada mən necə qərar verdim və s. Yəni bunlar çox-çox önəmli məqamlardır. Ona görə insan özünü analiz etməyə bacarmalıdır. Maksimum öyrənməyə çalışmalıdır ki, özü görürsünüz, mən sizə elə praktiki şeylər deyirəm ki, başqa psixoloqlar eşitsələr məni öldürər. Ki, bunu dərsdə niyə öyrədirsən? Və nə oldu? Onda cəmaət seansa gəlməz. Gəlməsin, canınız sağ olsun, heç problem deyil. Amma əsas odur ki, insanlar özlərini oxumağı bacarsın. Zaten oxumağı bacaran insan daim inkişafda olan insandır. Amma oxumağı bacarmayana, oxumağı istəməyənə, ki, burada istək çox önəmlidir. İnsan istəsə özünü neçə yaş olur olsun tanıya bilər. Təkamül eləməlidir insan, onun üçün yaranıb. Amma burada insan mütləq şəkildə özünü tanıyıb öyrənməlidir. Belə.
Mən də bunu qabaqlarda da qeyd eləmişdim ki, Zoom-um pulsuz olduğu üçün məndə Zoom-da sadəcə 40 dəqiqə vaxt olur. 40 dəqiqədən sonra məni atır. Düşünürəm ki, bugün kifayət qədər ətraflı dərsi izah elədim. Bilmirəm, istəyirsiniz WhatsApp-dan yenə davam eləyək. Əgər sualınız varsa, mən WhatsApp-dan indi yığacağam. Oradan dəstəyi aça bilərsiniz və 100% Gülnar xanım, 100%. Və suallarınızı verə bilərsinizsə, mən də yazacağam qrupa. Əgər suallarınız yoxdursa da problem deyil, artıq sağollaşa bilərik bugün üçün. Mən indi bu videonu da YouTube-a yükləyib şeyə atacağım inşallah, qrupa atacağım inşallah. İndi bundan sonra bir WhatsApp-da davam eləyərik.